Şair İlham Sürrət deyir ki, ey mənim şahları, xanları zəngin olan vətənim xalqı. Budurmu bizim sonumuz? Obalar, yurdular olub viran, qəlblər qırıq-qırıq, ruhlar sanki ac-yalavac. Budurmu qiymətsiz taxt tacların aqibəti? Qadınlar, körpələr, əsir didərgin, zorakılıq, işgəncələr istisna deyil yəqin. Şah Abbasın, Nadirin qiriyyətli qılıncları hindi öz başımıza mı endi qanımıza qəltan olaraq? Yoxsa xəyanət, riyakarlıq alır canımızı? Ocaqlar, tonqallar adətən şənliklərdə, bayramlarda yüksələrdi. Hindi öz canımızı mı yandırıb yaxır bu ömür, bu həyat? Nə vəfat edənlərə yaz saqqal, nə də ki qalanlara var hörmət, sayğı. Sanki torpaq da bizdən inciyib, neymətlər keyfiyyətsiz kəsilir. Vicdan, şərəfsə ayaq altında tapdalanır. Yalnız xainlər və küfür edənlər at sapıb qazan doldurur. Ya Rəbb, özün yar ol bizə. Yet bu çətin günlərdə köməyimizə, yet bu çətin günlərdə köməyimizə.